Sumqayıtda Romalinqom sindromu yaşanır. Adam bu mövsüm 3-cü dəfədir ki, penaltidən yararlana bilmir. Yəni buna qədər Turan Tovuzla Qəbələ ilə maçlarda penaltini qaçırmışdı. Bir də indi Qarabağla oyunda penaltini əldən verdi və mənim indi yadıma bu Nuri Şahinin Borussia Dortmunddakı günləri yadına düşür. Deyir, bir dəfə gəldim, penaltini vurmadım. Elə oldu, növbəti dəfə yaxınlaşdım, yenə vurmadım. Oyundan sonra Klopp gəldi mənim yanıma ki, birdən fikirləşəsən, narazılığın var. Heç ürəyəvə salma, davam elə, bu sənin işindir, vura biləcəksən və s. və axır. Elə oldu, deyir, 3-cü penaltini vurmadım. 4-cü penaltini vurmayandan sonra özüm yaxınlaşdım Jürgen Kloppa, dedim ki, mən daha penaltiləri vurmayacağam. Və Klopp mənə baxdı, deyir ki, yəqin elə ən doğrusu budur. Yəni, bəzən bunu sənə məşqçi deməli deyil də, özündə o fikir Klopp məndə çox səbirli davranır, yəni, hətta ikincidən sonra qadağan edə bilərdi onu. İlk də səbirli davranır, belə görünür. Çünki Romalinqom 3-cü penaltini qaçırıb, məncə artıq yetər. Yəni, olmayanda olmur, alınmayanda alınmır. Penaltini yerinə yetirsəydi, bəlkə daha fərqli sonluq izləyə bilər.